Hər kəsə salamlar. Yeni videomla mən gəldim. Bu videomda mənim bir günümün necə keçdiyini görəcəksiniz. İnşallah yorucu olmaz, bəyənərsiniz. Bəyəndinizsə abunə olmağı, like atmağı unutmayın ki, yeni videodan xəbərdar olasınız. Bir də burada nar çiçəklərini gördüm. Nar ağacı çox gözəl çiçəkləyib. Sizinlə də paylaşmaq istədim. Bir də baxdım ki, görüm incil gətiribdi. İncilin də üzərində var. Ən səbirsizliklə gözlədiyim də ki, tutun yetişməsidir. Doşab hazırlayarıq bircə sizinlərlə. Burada isə içəri keçmədən hümçüqaları həyətə çıxartdım. Onlara da dəlinin suyunu verdim və içəri keçdim özümüz üçün səhər yeməyi hazırlamağa. Mənim qızlarım yumurtanı sayda yemirlər. Ona görə gərək belə ya omlet, kükü, pomidor yumurta, yumurtaya nəsə bir şey qatasan ki, elə yeyərlər. Ona görə onların sevdikləri kimi edirəm yumurtanı yesinlər deyə. Belə. Burada niyə bilmirəm, çox qırmızı görünür. Amma qırmızı deyil. Çox gözəl pişmişdilər. Bir də mənim qızımın biri stəkan çox dolu. Gərək ağzından silə ola elə içir çayı. Bağça işlərini görürəm. Burada xiyarlar pəyalanıbdır. Onu başladım ipləməyə. Belə ipləndiyi zaman daha rahat olur. Həm xiyarlar qəşəng çıxırlar ipə, dərəndə asan olur. Həm də külək nə qırmır, nə bir şey etmir. Daha yaxşı olur ipləndiyi zaman. Burada lobyalar pəyaladım. Belə son vəziyyəti baxacağımızdan. Reyhanlar çox gözəl bitirdilər. Badımcan biber yaxşı olmadı. Bitməyən yerlərinə də reyhan basırmışam. Burada üzü pomidorlar çiçəkdədirlər. Kəsirəm, görüm nə var, nə yox, nə gətirib, nə gətirməyib deyə. Mən başqa işlərimi gördükcə arada gəlib paltarları maşına atırdım. Maşın qurtardıqca çıxardıb səbətə yığıb yenidən atırdım. Maşında paltarlar qurtardıqdan sonra belə başlayıram sərməyə. Mənim üçün belə daha rahat olur. İşlərimi sırayla gördükcə onda daha yığılıb qalmış işlər bir-birinin ardınca qurtarıram işlərimi. Bəs sizlər kənddə mi yaşayırsınız, şəhərdə mi yaşayırsınız? Sizlərin işiniz qurtarırmı? Mən bütün günü işləyirəm, amma işlərim bitmir ki, bitmir. Nə qədər çalışsam da ki, tez bitirim. Amma gecə saat 11-dən 12-dən tez işim bitdiyini mən görmürəm. Burada yeyinləşdirməyə qoymuşam paltar sərməyi. Keşkə bütün işlər belə cəld görmək imkanı olsa. Özüm nə qədər yeyin iş görən birisiyəmsə, amma bu yeyinləşdirməyi çox bəyəndim, çox xoşuma gəldi. Hava o qədər küləklidir ki, əvvəl sərdiyim paltar axırıncı hissələrə qədər demək olar ki, qurumuşdu. Paltar sərgisində də paltarlar bir-birinin içinə keçmişdi. Və burada da bacınız axıra çıxdı paltar sərməyini də bu günlük. İçəri keçirəm şirniyyat hazırlamaq üçün. Burada bezeli şirniyyat hazırlayıram. Bezesinə 4 yumurta ağı, 1 stəkan yarım pesok vururam. Xəmiri üçün 4 də yumurta sarısı, 1 stəkan yarım pesok, 200 qram yağ, 1 stəkan qatıq, qabartma tozu, vanil, soda, hamısını bircə tökürəm və apardıq qədər un. Başlayıram xəmir etməyə. Bundan 3 gündə etdim. 3 gündədən həm bezeli gül kimi, qızıl gül kimi etdim, həm rulon formasında, həm də ortasına belə beze qoyaraq 3 cür etdim. Hərəsindən 16 çıxdı. Həm ucuz, həm asan başa gələn bir reseptdir. Sizlər də bişirib nüş edə bilərsiniz. Həm də çox ləzzətli dadlı olur. Mən çox bəyənirəm bu şirniyyatı. Həm süfrədə də qəşəng görsənir. Ləzzəti də çox yaxşı olur.
Bu arada bir də sizdən bir şey soruşum. Videomun içərisində, yəni kəndə aid nə çəkib paylaşmağımı istəyərdiniz? Şərh bölməsinə yazarsınız. Mənə də fikir olar. Yəni çəkib paylaşmağa video ataram. Çünki nə çəkim bilmirəm. Kəndə aid nə görmək istəyərdiniz? Maraqlı olsun deyə nə çəkim bilmirəm. Hələ qış hazırlıqlarına başlamamışam. İnşallah başladığım zaman onları da çəkib paylaşaram. Biz tərəflərdə hava soyuq keçdi, yağışlı oldu, küləkli oldu deyə hələ meyvələr tam yetişməyibdi həyətimizdə. Qış hazırlığına başladığım zaman çəkib paylaşmağı düşünürəm. İndi hələlik heç bir şey etməmişəm qışa aid. Ona görə sizlərdən məsləhət almaq istədim ki, videomda nə çəkib paylaşmağımı, nə görmək istəyərdiniz? Rulon dediyim budur. Xəmiri yayıram, üzərini bez eləyib, rulon kimi belə bükürəm, bıçaqla kəsib yığıram padnosa. Üzərindən qaşıqla belə vurmağımın səbəbi də orta hissəsi çox qalxır, qalxmasın deyə. Ona görə qaşıqla üzərindən elə bastırıram. Bunu da belə yayıb 3 qatını belə qoyuram eləcə, axırıncı qatına bezi qoyuram. Çox qəşəng olur. Qönçə dediyim qızılgül qönçəsi o. Yəni onu çəkməyi unutmuşam. İnşallah başqa videoda onu çəkib ataram. Burada isə şirniyyat mücü hazırdır. Çayla dadına baxdım. Əla alınmışdı. Burada isə ət almışdılar. Onu başladım ayırmağa. Ayırdım, sümüklərini ayrı, ətli yerini ayrı doğradım, ayırdım və paçetə yığıram. Bu yığdığım xırda doğradığım ətdir. Belə doğradıqlarımdan sos kimi istifadə edirəm. Ya da kartofla qızardıram, ya aşqara edirəm. Elə doğrayıb ayrı yığıram, eləcə qara tikələrindən xırda-xırda. Bir də dolmalığı ayırdım. Yağlı hissəsindən dolmalıq götürdüm. Qara tikələrindən də kotletə ayırdım. İndi isə qazan kotleti eləyəcəm. Onun üçün də ayırmışam ət. 2 dənə də bozaltmalıq oldu. Sümüklü ətdən. Belə ayırıb əvvəlcədən paçetə yığıram. Ondan sonra elə istifadə edirəm. Əti çəkdim, yuvardım və başlayıram qazan kotleti üçün kartof, soğan soymağa. Mən qazan kotletinin içərisinə, yəni ətinə kartof, yumru düyü, petruşka, duz, istiot qatıram. Başqa heç bir şey vurmuram. Soğan vurmuram. Soğanı, pomidor, kartof, bibər kotletin üzərinə lay-lay yığıram. Qazan kotletinin içinə kartof, yumru düyü vurulur, yumşaq olur. Ona görə mən də vururam. Kartofu tyorkalayıram. Tyorkaladıqdan sonra mən suyunu sıxıram möhkəm kartofun. Onda kraxmalı gedir. Yəni o elə yaxşıdır deyə düşünürəm. Hər şeyini töydükdən sonra başlayıram möhkəm yoğurmağa. Möhkəm yoğrulduğu zaman əti onda dağılmır. Bir də mən qızartmağa başladığım zaman, yəni kotletə forma verdiyim zaman duzlu suyla edirəm. Əlimi duzlu suya batırıram. Kotletə başlayıram forma verməyə. Onda duzlu su da qoymur onu dağılmağa. Çox yaxşı olur elə. Əvvəl unuyurdum, yaxşı olmurdu, xoşuma gəlmirdi. Amma indi belə duzlu su ilə edirəm. Çox da qızartmıram. Sadəcə olaraq o birisi üzünə edirəm. Yağda qızardığı zaman ətin kəfi olmur. Yəni birinci qızartdığın zaman. O bir üzünə çevirdiyim zaman başlayıram kartoflarını üzərinə yığmağa. Bir də bu kartofu mən başqa bir qabda duzlayıb, istotlayıb, sarı kökləyib elə qarışdırıram. Ondan sonra üzərinə yığıram ətin. Sonra isə soğan, bibər, pomidor və yarım stəkanda su tökürəm. Qoyuram vamxodda bişir. Yəni yağa düşənə qədər elə edirəm. Bir də mən yemək hazırladığım zaman niyə bilmirəm taxtada doğraya bilmirəm. Yeməyin belə üzərində kartofdumu, soğandımu, pomidordumu elə orada üzərindəcə doğrayıram. Elə
yığıram üzərinə laylay. Yeməyimiz hazır oldu. Bizlər nuş etdik. Sizlər isə göz haqqınızı halal edin. İndi isə mən günün son işini, südü çəkirəm. Hər kəsə yeməkdən sonra çay süzmüşdüm. Özümə də burada süzdüm, burada içdim. Və sizlər də məni buraya qədər izlədinizsə, abunə olmağı, like atmağı unutmayın. Sağ olun, Allaha əmanət olun. Bu isə günün son işidir. Ən sonda südü çəkirəm, axşamlar çəkirəm. Burada birinci süd maşını belə yığmağa başladım. Biz buna açaşka deyirik. Süd maşının çaşkalarına yığdıq. Südü də isinməyə qoymuşam bu arada qazın üzərinə. Belə günün son işi. Hər kəs yeməkdən sonra çay içmişdi. Mən isə içmədim, südü çəkməyə gəlmişdim. Özümə bir stəkan çay süzdüm. Sizlərlə də sağollaşıram. Hələlik gələn videoda görüşənədək Allaha əmanət olun. Axıra qədər baxdınızsa, bəyəndinizsə abunə olmağı, dəstək olmağı unutmayın.